Özümdən deyirəm, paramı verir. Ağsuda şəhid baş leytenant Kamran Qulzadənin doğum günü qeyd olunub. Tədbir Ağsu rayonunun Gegəl kəndində şəhidimizin dünyaya göz açdığı və dəfn olunduğu kənddə məzarı başına qeyd olunub. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ اللهم صل على محمد. Allah rəhmət eləsin. Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhidimizin vətən millət sevgisindən, onun vətənə bağlılığından və uşaqlıq arzularından danışıblar. Bildirilib ki, Kamran uşaqlıq illərindən vətənə bağlı idi və o hər zaman hərbiçi olacam deyirdi. O, akademiyanı bitirdikdən sonra hərbi vəzifəyə yiyələnir və uzun müddət Naxçıvan Muxtar Respublikasında xidmət göstərir. Cəbhədə gedən ağır döyüşlər zamanı o, Tuğ kəndində yaralanır və şəhərli zirvəsini ucalır. Sənin əməllərin, ideyaların bugün yaşayır. Hamı bugünkü gündə gəlir, Kamranın adını çəkir, Kamranın evinə, Kamranın ev muzeyinə, Kamranın məzarının başına ziyarət edirlər. Ancaq hamı dağılışandan sonra yenə gözüm yolda qalır. Yenə gözüm qapıda qalır. Deyirəm bəlkə Kamran gəlir. Bəlkə deyirəm Naxçıvandadır. Mən o qədər örgətdi ki, özüm. Deyirdi ki, mama, narahat olma. Hər şey əla olacaq. Hər formada adam görəndə istəyirəm qucaqlayıb, bağırma basam. Deyirəm, bəlkə bircə danış Kamranın kimlə sala bilərəm. 20-ci ilin dekabr ayı gəlmişdi, Naxçıvandan gəldi. Naxçıvana xidmətə gedəndən sonra bircə dəfə gəldi. Gəldi, bayrama yaxın idi. Dedim ki, elə bayramda götürəydin. Dedim, amma buraxa bilmir da, icazə yoxdur da, indi məzuniyyət indi verdilər. Gəldi, qaldı bir 10 gün qaldı. O, yalvarırdım ki, ürəyim nə istəyir? Pişirim, zəyət. Ən çox yarpaq dolmasını xoşlayırdım. Nə istəyirdim, pişirdim, verdim, ancaq pasilka göndərirdik da, bağlama göndərirdik hər ay. Kamran atasına yalvarırdım ki, bəlkə yarpaq dolmasını pişirim, qoyurum. Deyirdi, ora geyib çıxınca xarab olar. Elə bu gündə məclisinə onu elədim ki, Kamran, ruhu şad olsun. Allah sabır versin. Sən Allah vaxtın gəlməmişsin. Allah sizə sabır versin. Adın yaşadırsınız. Bəli, Qardaşımın evladı. bəli. Hadisələrdən sonra qardaşım evladı oldu. Bəli, oldu özdə avqust ayında yenə. Bundan Kamran ad günündən 14 gün sonra da balaca Kamranımızın ad günüdür. Allah xeyir versin. Qurban olduğum Kamranı təzədən mənə verib. Ki, təzədən böyüdürük evimizdə, ailəmizdə. Bir balaca Kamran böyüdürük. Onun arzularını, onu edə bilmədiyinizə hamısını istəyirəm. Amin, amin Allah. Sizə təşəkkür edirəm. Çox sağ ol. Ayğul, sən mənim ən pis günlərimdə, ən çətin günlərimdə yanımda olursan. Ən birinci sən gəldin mənim. Yanımda oldun, mənə dəstək oldun. Balamsan. Kamransız desəm ki, yaşamıram. Ancaq amma həqiqi mənada yaşamıram. Bilirsiniz, Kamran həqiqi mənada başqa bir oğlu idi. Çox ailə canlı idi. Allah hamı balalarına ömür versin. Mənim heç oğlum ancaq Kamran başqa idi. Kamran məktəbi, artıq siz məktəb illərindən ayrı düşmüşsünüz. Kamran yeri həmişə gör. Akademiyanı bitirdi. Xüsusi təyinatlı qüvvələr üzrə inspektor və kəşfiyyatçı fakültəsini bitirib, Naxçıvan xüsusiyyətdə talim komandiri kimi göndərilmişdi. Orada onun necə bir hərbiçi olmağını mən
getdim öz gözlərimlə gördüm. Hər bir kəsən də heyf deyildi, heyf. Hətta bir nəfər general dedi ki, mən neçə ildir burada işləyirəm, Kamran kimi 4-5 nəfər kadr gələrdi bura. Çox heyf Kamranla, çox heyf. Qürurlusan, başın ucadır. Çünki vətənimizi xilas elədi. Bütün suveren Azərbaycanda yaşayır, şəhidlərimizin sayəsində. Bəli, qürurluyuq, hamımız qürurluyuq. Kamran öz cavan canla bizim üçün keçdi, bizlər üçün keçdi, vətənimiz üçün, xalqımız üçün keçdi. Ancaq mənə ürəyimə dağ qoydu. Allah'dan səbəbimizdə Kamran həmişə mənim qəlbimdə yaşayacaq. hər birimiz. Mən qəbr evinə gedənə qədər Kamran mənimlə yaşayacaq. Sonra çıxış edənlər şəhidimizin hər kəsə örnək olan həyatından danışıblar. Torpağın altında yatan ölümsüz bir cansan sən. İnsanların dilindən düşməyən, igid, qəhrəmansan sən. Sən ananın üzündəki əbədi göz yaşısan. Bağrındakı daşısan. Sağalmaz yarasısan. Saçlarına düşən dənsən sən. Hər şey sənsən, ey şəhidim. Tədbir şəhidin evində davam etdirilib. Gələn qonaqlar onun adını daşıyan muzeydə olub, onun əşyaları ilə tanış olublar. Kamran Pərvizoğlu Quluzadə, Naxçıvan xüsusi təyinatlarının baş leytenantı, kəşfiyyatçı. Bəli, bu ad hər kəsə bəlli idi. Hələ uşaqlığından hərbiçi olacam deyib, öz valideynlərinə bu and içmişdi. Vətəni qoruyacam, düşman tapdağında olan torpaqları azad edəcəm. Belə də oldu. Gərgin döyüşlər zamanı Tuğ kəndində yaralanır və şəhidlik zirvəsinə ucalır. İgidimizin adı bu gündə ucalır. Onu sevənlər, onu istəyənlər, qəlbində yaşadanlar onun mövluduna yığışıb. Amedi olaraq biz də onun ziyarətgahındayıq. Şəhidimizin məzarını ziyarət etdik. Onun adını daşıyan muzeydə hər bir əşyası Kamrana məxsus olan bu müqəddəs ocaqdayıq. Onun adı hər zaman uza tutulmalıdır. Bütün şəhidlərimiz kimi. Çünki onların etdikləri heç bir zaman unudulmamalı, hər bir Azərbaycan vətəndaşının qəlbində yaşamalıdır. Allah şəhidimizə rəhmət etsin, yaxınlarına səbr versin. Amedi üçün Rəşad Aydın, Ağsu.